Vərdişə çevirmək üçün hərəkəti, davranışı neçə dəfə təkrar eləməlisən də, ya da onu öyrənmək üçün. Müəyyən təkrarlardan sonra vərdişə çevrilir. O təkrarları da eləmək üçün iradə lazımdır. Sual yarana bilər ki, bu iradəmi niyə xərcləyim, niyə təkrarlayım, davamlı öyrənmə nə üçün lazımdır? Davamlı öyrənmə sadəcə olaraq necə ki, əksəriyyətimiz yəni geyimdə, nə bilim, əşyalarda, saç düzümündə, hər hansı bir məsələdə modadan geri qalmaq istəmirik. Yəni indi heç kim 70-ci illərdə kim uzun bakinbord saxlamır yəqin ki, yəni tək-tük çıxmaq. Amma get-gedə o trend bəzən yaransa, hər kəs onu saxlayacaq, hər trendə uymaq. Bilik bacarıqla bağlı da, yəni bu trendə uymaq birinci səbəb budur. Yəni niyə davamlı öyrənmə olmalıdır? Çünki bu trenddən geri qalmamaq üçün. Öyrənmə deyəndə suallarla yaşamaq. İndi mən bu fəlsəfəyə çox getmək istəmirəm. Hər şeyə sual vermək, davamlı özünü suallarla narahat eləmək mənasına gəlir. Hər hansı bir görüşlərdə nəsə bir söz eşidirsən, sənə tanış olmayan termin, gedib onu araşdırıb elə-belə həvəs göstərib öyrənmək özü də vərdişə xidmət edən bir şeydir də. Bu trend dediyim hər hansı bir baş verən yeniliklərdən məlumatlı olmayıb gerdə qalmaq mənasında deyək.